Xoş gördük əziz həmvətənlərim, hər vaxtınız xeyirli olsun. Yeni bir xəbərlə, yeni bir proqnozla sizlərin qarşısındayım. Əgər bu videonu izləyirsənsə, deməli sən Söz1-i takib edirsən, izləyirsən, Söz1-in fikirlərinə tam qulaq asırsan. Videonu tam axıra kimi izləyin. İzləyin ki, sizin də xəbərdən xəbəriniz olsun. O zaman getdik. Bəli, bildiyiniz kimi Azərbaycan Ermənistana neft tankeri yola saldı. Bəli, mən şəxsən alqışlayıram. Niyə də olmasın? Bəli, bu o deməkdir ki, sülh qapıdadır. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıdı. Bəli. Və unutmayın ki, mənim bu proqnozumdur ki, yaxın bir neçə ildə görəcəksiniz ki, Ermənistan səfirliyi Azərbaycanda açılacaq. Bu mənim proqnozumdur. Və bu xəbəri də verim ki, Paşinyan Azərbaycana qonaq gələcək. Diqqətinizə görə təşəkkür edirəm mənim əzizlərim.